Salam əzizləyicilər. Bu videoda 2018-ci il model suallarının izahını verəcəm. Normalda demək olar modellərin hər birini paylaşmışam. 2018-ci il 4-cü qrup modelində paylaşmışam. Sadəcə bu gün bunu şagirdlərimə işlərində gördüm ki, 1-ci ixtisas qrupuna aid modeldə fərqli və maraqlı suallar var. Qəbulat dəstək məqsədi ilə bunu sizinlə paylaşacağım. Birinci sual. Sükunət halından bərabər yeniləşən hərəkət edən cismin koordinatın zamanlastıq qrafiki verilmişdir. Cismin 3-cü saniyə ərzində yer dəyişməsini hesablayın. Sükunətdən başlayırsa n-ci saniyədə gedilən yolun ya da yerdəyişmənin düsturu ln bərabərdir. A bölünsün 2, 2n çıxılsın 1-dir. Bu düsturu buna tətbiq eləmək üçün öncə A-nı tapmalıyam. A-nı tapanda baxıram 1 saniyədə yer dəyişməsi sx bərabərdir. X çıxaq x0, 4 çıxılsın 2, 2-dir. Və s bərabərdir at kvadratı bölü 2 olduğuna görə buradan A-nı tapanda 2s bölü t kvadratı, 2 vur 2 bölü 1, təcil olur 4. Təcil 4-dür. Gətirib bu düsturda yerinə qoysam 4 bölü 2 mötərizdə 3-cü sayı dediyinə görə 2 vur 3 çıxılsın 1. 4-ü 2-yə böləndə 2 verir. Mötərizdə də 6-dan 1-in çıxdıq 5. 2 dəfə 5-im 10. Cavab 10 metrdir. N-in sayında getdiyi yol 10 metrə bərabərdir. Burada maraqlı suallardan idi. Və ilk olaraq SX-i bu düsturdan tapdım. Bundan sonra AT kvadrat bölü 2-dən A-nı tapdım. Sonra en sonuncu da bu düstura görə n-in sayında getdiyi yolu. 2. İki cisim çevrə üzrə bərabər sürətlərə gedir. M cismi saat əqrəbi istiqamətində, K cismi isə saat əqrəbinin əksi istiqamətində. Cisimlər eyni zamanda A nöqtəsinə çatırlar. Eyni zamanda A nöqtəsinə çatırlarsa, K-nın getdiyi yola baxsam, əgər bunu el götürsəm, M-in getdiyi yol 2 elə bərabərdir. Yolu böyük olanın sürəti də böyükdür. Çünki eyni zamanda çatırlar. Buradan yaza bilərik Vm bərabərdir 2VK-ya. Və eyni radiusu olduğuna görə A bərabərdir V kvadratı böl R ilə yazsaq, A-nın, deməli M-in sürəti 2 dəfə çoxdursa, təcili 4 dəfə çox olacaq. Yəni AM bərabərdir 4AK-ya. Üçüncü sual. Əslində 3 qəbula düşməyəcək, amma hər ehtimala izahını verəcəm. Cisim 45 metr hündürlükdən üfüqi istiqamətdə atılmışdır. 2 saniyə sonra cisimlə onun müstəvi güzgüdəki xəyallar arasındakı məsafəni hesablayın. Deməli 2 saniyə sonra nə qədər məsafəyə düşdüyünü tapmalıyıq. Cisim 2 saniyə neçə metr aşağı düşür? Bunu tapaq. Hal-hazırda xəyalın aradakı məsafə 45 metrdir. S bərabərdir gt kvadratı bölü 2 ilə yer dəyişməsini tapanda 10 vuraq 2 kvadrat 4 bölü 2 bu verir 20. Amma yerdə olan məsafəsi məsələn buradadırsa 45 çıxılsın 20 yəni 25 metrdir. Yerdən 25 metrədədirsə güzgüdəki xəyalından olan məsafəsi də 50 metr olacaq. Çünki 25 öz məsafəsi 25 də güzgüdəki xəyal. Dördüncü sual. Mal müstəvi üzərində tarazlıqda olan cismə təsirdən dayanğın reaksiya qüvvəsini hesablayın. Bilirsiniz ki, mail müstəvidə ağırlıq qüvvəsi 2 toplanana ayrılır. Toplananlardan biri onu aşağı çəkəndir, F paraleldir. Və F paralelin F sürtünmə ilə tarazlaşdığı şəkildə də görünür. Digəri onu dayağa sıxandır. Dayağa sıxan F perpendikulyardır. F perpendikulyar isə n ilə tarazlaşır. Ona görə də burada yaza bilərəm ki, mj-nin kvadratı, yəni ağırlığın kvadratı bərabərdir n kvadratı üstəgəl F sürtünmənin kvadratına. Ya da F paralelin F perpendikularının kvadratları cəmi. Bu əvəzlə mən eləmişəm. Və bu ifadədən də mən əgər n axtarıramsa, n bərabərdir kök altda mj-nin, yəni 20-nin kvadratı 400 çıxılsın 12-nin kvadratı 144. Bu 256 eləyir. Buradan da çıxır 16. 5. Bu da çox önəmli suallardandır. Qəbula düşə bilər. İki şəkilli sualdır. İki şəkilli suallar həmişə hansı formadadır? Birinci şəkildə nə isə tapıb, ikidə nəzər alacağıq. Məsələn, biz birincidən x-i tapıb, ikidə f2-ni buna görə tapacağıq. Çəkisiz linkdən asılmış x cismi şəkil 1-də göstərildiyi kimi tarazlıqdadır. Buradan baxıram, x-in qolu 2-dir, f1-in qolu isə 2, 5-dir. Və tarazlığa görə yazıram ki, x vurulsun 1, üzr istəyirəm, 2 bərabərdir f vurulsun 5. Buradan x bərabərdir. 20-ni 5-ə vurdum 100, 100-ü 2-yə bölürəm 50. X-in 50 olduğunu tapdıq. İndi ikinci şəkildə bunu tətbiq eləsək, ikinci şəkildə x-in qolu yenə 2-dir. Ona görə yazıram 2 vurulsun 50 bərabərdir. F vurulsun. F-in qoluna 1, 2, 3, 4. 4'dür. Və buradan F bərabərdir. 2-ni 50-yə vurduq. 100, 100-də 4-ə bölürük. 25.
Birinci şəkildən istifadə edib x-i tapdıq, sonra gətirib ikinci şəkildə yerinə qoyduq. Bir xatırlatma da eləyim. Deməli, birinci imtahandan sonra şans imtahanı üçün həm sürətli dərs qrupu açacağam onlayn əyani şəkildə, həmçinin də sınaq qrupu yenə başlayacaq. Ona görə qoşulmaq istəyənlər, MIQ sertifikasiyası üçün, həmçinin şans imtahanı hazırlaşmaq istəyənlər kanalı izləsinlər. Məlumat paylaşılacaq o haqda. 6. Düz xətlər əkidən cismin sürətinin zamanlastıq qrafiki verilmişdir. Cismə təsir edən əvəzləyici qüvvə 3 saniyə zaman müddətində AC işi ilə 6 saniyə zaman müddətində AD işi arasında hansı münasibət doğrudur? Burada işi bir neçə üsulla yaza bilərik. Məsələn, bilirik ki, sıfırdan başladığına görə işi yaza bilərik A bərabərdir mv kvadratı bölü 2. Normalda iş kinetik enerjinin dəyişməsidir, amma burada sıfırdan başladığına görə birbaşa kinetik yazmaq olar. Və yeyinləşən olduğuna görə V də bərabərdir AT-dir. Onda yaza bilərik M A kvadratı T kvadratı bölü 2. Yəni iş T-dən kvadratik asılıdır. Ona görə C nöqtəsindəki işi tapanda M A kvadratı 3-ün kvadratı 9 bölü 2. D nöqtəsindəki işi tapanda M A kvadratı 6-ın kvadratı 36 bölü 2. Buradan da müqayisəndə görürəm ki, D A-dan 4 dəfə çoxdur. 36 böl 9 kimi. Və yaxud işin Fs düsturuna da gedə bilərsiniz. Fs-i də tapanda burada fiqur sayələrini tapmalıyıq. Fiqur sayəsində 3 görünür. Buranı da AT-yə görə 3A yaza bilərik. Yenə bir-birinə vuranda eyni qüvvə olduğuna görə, məsələn, C-yə qədər məsafəni tapanda 3A 3 vur 3A vur 3 üzr istəyirəm. Üzrü sayın buna görə. Deməli, F ilə Fs ilə də gedəndə buradan A bərabərdir. Çünki işin düsturu Fs düsturu da var. Məsələn, 3-cü saniyədə bu 3 saniyə yer dəyişməsini tapanda 3 bucağın sayısına görə yazarıq 3A vurulsun 3 bölünsün 2, yəni 9 bölü 2-dir. Digərində isə 6 vuraq 6A bölü 2, o da 36A bölünsün 2 verir. Yəni yenə D C-dən 4 dəfə çox olur. 7. Havada yayılan iki monoxromatik, iki mexaniki dalğanın dalğa uzunluqları arasında münasibət lambda 2 bərabərdir 3 lambda 1-dir. Bu dalğaların sürətləri və tezlikləri arasında hansı münasibət doğrudur? Birincisi, havada yayılan dediyinə görə sürətlər bərabərdir. Çünki dalğanın mühitdə yayılma sürəti yalnız mühitin xassəsindən asılıdır. Sürət sabitdirsə V bərabərdir lambda n olduğuna görə dalğa uzunluğu böyük olanın tezliyi kiçik olacaq. Ona görə də n1 bərabərdir 3 n2-yə. A bəndidir. Ümumiyyətcə bir cins mühit desə, havada yayılan desə, vakuumda yayılan desə, məsələn elektromagnet dalğasında vakuumda deyə bilər, sürət sabitdir. Çünki sürət və dalğa uzunluğu bir mühitdən başqasına keçəndə dəyişir. Burada isə mühit eyni olduğuna görə dalğa uzunluğu fərqli olanların tezlikləri də fərqli olur. 8. Suyun səthində üzən tirciyin suda batan hissəsinin hündürlüyü H1, kənarda batmayan hissənin hündürlüyü H2-dir. Tirciyin sıxlığı suyun sıxlığından böyük olan maye səthində üzərkən. Suda üzərkən batan hissəsi bu qədərdir. Məsələn, hər hansı bir maye götürək. Bu mayenin sıxlığı suyun sıxlığından böyük olsun. Məsələn, suyun sıxlığı 1000-dir. Bu mayenin sıxlığı olsun 2000, məsələn. Belə olduqda cisim bu şəkildə olar. Batan hissəsi azalar. Çünki batan hissənin düsturu rho cisim bölünsün rho mayedir. Yəni mayenin sıxlığı artdıqca batan hissə azalır. Ona görə də H1 azalar. Amma cismə təsir edən Arximed qüvvəsi dəyişməz. Çünki üzürsə Arximed qüvvəsi mj ilə tapılır və yaxud rho maye və batan j. Mayenin sıxlığı 2 dəfə artanda batan hissə 2 dəfə azalır. Ona görə rho maye və batan j dəyişmir ya da mj dəyişmir. 9. 9 çox önəmli suallardandır. Birincisi burada deyir çəkisiz porşenlə ayrılmış qabın hər iki tərəfində eyni temperaturlu T1 bərabərdir T2 helyum qazı var. M-lər də eynidir. Molyar kütlələr. Porşen sükunətdədirsə, əsas bizim üçün açar budur. Porşen sükunətdə olmağı sağda və soldakı təzyiqlərin bərabər olmağı deməkdir. Çünki buradakı P1 təzyiqi sağa itələmək, P2 təzyiqi sola itələmək istəyir. Əgər sükunətdədirsə, deməli hər iki hissədə təzyiqlər bərabərdir. Cavablarda mütləq 1 olmalıdır. Bir hissəsinin təzyiq 2 təzyiqindən kiçikdir. Bu yanlışdır. Dediyim kimi, əgər sükunətdədirsə təzyiqlər hökmən bərabərdir. Kütlə məsələsində isə həcmə baxırıq. Təzyiqlərin bərabərliyindən P bərabərdir NKT-yə görə deyə bilərik ki, N1 də yəni bərabərdir N2 və yaxud
Rho 1 bərabərdir Rho 2. Sıxlıqlar eynidir. Kütlə baxımındansa hansında həcm böyükdürsə, orada kütlə böyükdür. Ona görə bir hissəsindən qazın kütləsi iki hissəsindən böyükdür. Orta kvadratik sürət hər iki tərəfdə eynidir. Cavab 1, 3, 5-dir. Orta kvadratik sürətin düsturu kök altda 3 PV bölünsün M-dir. Sıxlıq sabit olduğuna görə, P də sabit olduğuna görə, yəni burada 3P bölü rhodur. Orta kvadratik də sabit qalır. 10-cu sual. 10 fərqli suallardandır. Tam da qəbula düşərsi bir sual tipidir. Kütləsi 2 kiloqram olan suyu qızdırıcı vasitəsilə qızdırarkən temperatur dəyişməsinin verilən istilik miqdarının asılı qrafiki göstərilmişdir. Qızdırıcının faydalı şəmsalını hesablayın. Burada qızdırıcının verdiyi istilik Q-dür. Gördüyü faydalı iş isə Sm delta T'dir. Ona görə etanı tapanda Sm delta T bölünsün Q vurulsun 100. S'nin yerinə 4000, M 2 kilogram, delta T 20 ve burada 20.000. Daha doğrusu 200.000. Vurulsun 100. Buradan 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Bu da 5. 5 sıfır apardım. Yuxarıda qaldı. Deməli 8, 80. Üzr istəyirəm. 4 vurulsun. Bu 2 ilə 2-ni apardım. 4 vuraq 2, 8. Ona vuranda 80. Faydalı şəmsalı 80%-ə bərabərdir. İstəsəz ona görə də tapa bilərsiniz. Fərqi yoxdur. Burada bir dəfə Sm delta T-ni tapırıq. Sm delta T ona görə gedəndə olur. Deməli 10 vurulsun, 2 vurulsun, 400. Bu da verir 80.000. Həmin nöqtəyə uyğun Q-nü verib 100.000. Yəni 100.000 alır. 80.000 iş görə bilirsə, deməli faydalı şəmsalı 80-dir. 11. Kapiller boru yer səthində olduqda onda mayenin qalxma hündürlüyü h-dır. Kütləsi və radiusu yerin kütləsindən və radiusundan 2 dəfə böyük planetdə bu kapiller bordakı maye hansı hündürlüyə qalxar? Deməli, birinci kapiller borda mayenin qalxma hündürlüyünü yazsaq, h bərabərdir 2 sigma bölək rho j r-dir. Burada hər şey eynidir. Planet dəyişəndə sadəcə j dəyişir. Yerin j-sini tapanda j yer bərabərdir j m yer bölək r yerin kvadratı. Bu planetin j'sini tapanda j planet bərabərdir j 2m yer bölək 4 r yerin kvadratı, yəni j yer bölünsün 2. Bu planetin j'si yerin j'sindən 2 dəfə az olduğuna görə, h da j'dən tərs oslu olduğuna görə hündürlük 2 dəfə artar. Yəni planetin j'si 2 dəfə azaldığı üçün hündürlük 2 dəfə artır. 12. Q0.V2 Q1.V2 tərəfindən təsir edən qüvvənin modulu F olarsa, hər iki yük tərəfindən təsir edən qüvvənin deməli modul və istiqamətini göstərin. Burada Coulomb qüvvəsinin düsturunu yazıram. F bərabərdir K Q1 Q2 bölək R kvadratı. 1 ilə 2 arasında məsafəyə baxıram 3 tamadır. Ona görə də yazırıq K Q kvadratı böl 9 bərabərdir F-dirsə, K Q kvadratı bölək 1 bərabərdir 9F-dir. Hər ikisi də itələyir. Məsələn, bu 1-in itələdiyidir. Bu F-nə itələyir. 2 də bu tərəfə itələyir. 9F-lə. Əvəzləyicini tapanda 9F-dən F-ini çıxıram. Cavab qalır 8F və istiqamət olur sola. Yəni, böyük qüvvə tərəfə. Böyük qüvvənin istiqamətində. Əslində, burada belə bir şey var. Deməli, ikisinin də yükləri eynidir, Q1 ilə Q2, amma məsafə baxımından birincinin məsafəsi 3-dür, ikincinin məsafəsi 1-dir. Məsafə 3 dəfə az olduğuna görə ikincinin qüvvəsi 9 dəfə çox olur. 9-dan da birini çıxanda 8 qalır. 13. Yüklənərək mənbədən ayrılmış müstəvi kondensatorun enerjisi W bərabərdir. Bu kondensatorun lövhələr arasında məsafəni 3 dəfə artırmaq üçün nə qədər iş görmək lazımdır? Deməli, yüklənərək mənbədən ayrılıbsa W bərabərdir Q kvadratı bölü 2S-dir ya da Q kvadratı D bölək 2 epsilon 0 S-dir. Enerjini 3 dəfə artırmaq üçün məsafəni də 3 dəfə artırmaq lazımdır. Daha doğrusu məsafə ilə enerji düz mütənasibdir. Ona görə yazırıq W2 bərabərdir 3W-yə. Bunun üçün görülən iş A bərabərdir W2 çıxılsın W1-dir. 3-dən də 1-in çıxırıq. Cavab olur 2W. 14. K açarı qapandıqda K açarının açıq vəziyyətində hər iki lampa yanır. K açarını qapadıqda isə 2 lampası sönər, birin parlaqlığı isə artar. Y bəndidir. 2 lampa ona görə sönür ki, artıq burada qısa yol olduğuna görə cəryan bu şəkildə davam edəcək və əvvəlcə müqavimət 2R idi. İndi isə müqavimət R olub. Müqavimət azaldığına görə parlaqlıq artır. 15.
Hansı qrafik metal naqillərdə axan cəryan şiddətinin onun temperaturdan asılılığını ifadə edir? U bərabərdir konstantdır. Bu da qəbula düşəcək sual tipidir. I bərabərdir. U bölünsün R-dir. R-in yerinə də R0 vuraq. 1 üstəgəl alfa T yazanda baxıram ki, temperatur artdıqca azalır, özdə tərs mütənasib. Amma bir nöqtədən başladırıq, çünki T bərabərdir 0 olanda R bərabərdir R0 olur. 16. Bu da çaşdırıcı suallardandır. Eyni materialdan hazırlanmış, en kəsrlərin sahələri eyni, uzunluqları isə L və 2 olan paralel birləşmiş iki naqil induksiyası B olan birinci maqnit hissəsində induksiya xəttlərinə perpendikulyar yerləşdirmişdir. Naqillərə təsirin amper qüvvələri arasında hansı münasibət doğrudur? Bu çaşdırıcı tərəf odur ki, sən amperin düsturundan başqa şiddətin uzunluqdan asdığına da diqqət eləmək lazımdır. Çünki cəryan şiddətləri eynidir deyə bir şərt yoxdur sualda. Bu hissəni də ağardım. Digərlərin rahat üzərində yaza bilər. Deməli, bu 16-cı sualda birincisi cəryan şiddətlərini tapmalıyıq. İyini tapanda I bərabərdir U bölünsün R'dir. O da bərabərdir U bölək R'in yerinə rho L bölək S qoyanda olur US bölək rho L. Yəni cəryan şiddəti uzunluqdan tərs asılıdır. L1 L, L2 2L olduğuna görə buradan yazıram ki, I1 bərabərdir 2 I2-yə. Birincidə cəryan şiddəti ikincidən 2 dəfə çoxdur. Amper qüvvəsinin düsturunu yazsam, F amper bərabərdir IBL-dir. Məsələn, F1-i tapanda F1 bərabərdir I1 B L1. L1-in də yerinə 2E2 qoysam, bunu yazıram 2I2 B L1-ə. Və əslində L2 bölü 2 də qoya bilərdik. Onun yerinə F2-ni tapanda F2 bərabərdir I2 B L2. Deməli, I2-ni olduğu kimi saxlayıram. B-nin yerinə B saxladım. L2-nin yerinə yazıram 2L. Burada da L yaza bilərik. Çünki L1-in L olduğu görünür. Və bu müqayisədən görürəm ki, bu da 2IBL-dir. Bu da 2IBL-dir. Yəni amper qüvvələri bərabərdir. İkincinin uzunluğu 2 dəfə çox olsa da cəryan şiddəti 2 dəfə azdır. Yəni bunun cəryan şiddəti idisə, bunun cəryan şiddəti 2 idi. Vuranda eyni qüvvələri verir. 17. Hansı şəkildə qapalı konturda axan cəryan şiddəti artan zaman, bu çox önəmlidir. Yəni artmağı delta I bölü delta T böyükdür 0 deməkdir. Yaranan induksiya cəryanı və maqnit sahəsinin induksiya vektorunun istiqamətlərini düzgün göstərmişdir. Birincisi, burada cəryan şiddəti artırsa, induksiya cəryanı əsas cəryanın əksinə yönəlir. Yəni, əsas cəryan sadə əqrəbidirsə ise, induksiya cəryanı sadə əqrəbinin əksinədir. Eyni tərəf ola bilməz. Daha sonra, bu sadə əqrəbinin əksinə döndüyünə görə, ortasında nöqtələr olur. Yəni, sağ ivli vurğu qaydasına görə ortası olur nöqtələr. Nöqtə də şəkildən bizə deməkdir. 18. Termistoru və rezistoru qızdırdıqda aktiv müqaməti nəzərə alınmayan L1, L2 sarğacların maqnit sahəsinin enerjisi necə dəyişər? Maqnit sahəsinin enerjisi W bərabərdir L I kvadratı bölü 2-dir. Əgər termistoru qızdırırıqsa, onun müqaməti azalır. Müqaməti azaldığına görə I1 artır. I1 artırsa W1 artacaq. Yəni cəryan şiddəti 1 hissəsinin artdığına görə birinci sarğacın enerjisi artar. Rezistoru qızdıranda isə temperaturunu artıranda bunun müqaməti artır. Müqamət artırsa I2 azalır. I2 azaldığına görə W2 isə azalacaq. Artar, azalar. B variantı. 19. İnduktivliyi eyni olan iki rəqs konturunda kondensatorun elektrik yükünün zamanlastıq qrafiki bu şəkildədir. Tam enerjilər arasında hansı münasibət doğrudur? Burada ilk öncə induktivliyi eyni olduğuna görə W bərabərdir L Imax'ın kvadratı bölü 2 düsturunu işlədəcəyin və Imax'ı tapanda Imax bərabərdir Qmax vurulsun omeqadır. Məsələn, birinci üçün tapsam Imax 1 bərabərdir Qmax vuraq omega, Imax 2 bərabərdir 2 Qmax vurulsun 2 omega, yəni 4 Qmax vuraq omeqadır. Əgər Imax 2 birdən 4 dəfə çoxdursa, kvadratik olduğuna görə enerjisi 16 dəfə çox olacaq. W2 bərabərdir 16 W1-ə. 20.
1 və 2 koherent mənbələrindən gələn dalğa uzunluğu 0,4 metr olan iki dalğanın M və E nöqtələrində yaratdığı interferensiya üçün nəticə necə olar? Birincisi burada M nöqtəsinə baxırıq. 1 nöqtəsindən M-ə gələndə L1 bərabərdir 1 metrdir. 2 nöqtəsi üçün M-ə gələndə L2 bərabərdir 1,6-dır. Bunların fərqini tapanda delta L bərabərdir 0,6 metr. 0,6-nı da 0,4-ə bölürəm. Cavab olur 1,5 lambda. 1,5 lambda minimum şərtidir. Digər üçün baxanda, digər üçün isə yəni N nöqtəsinə baxanda N nöqtəsində L1 1,7 metrdir. L2 0,9'dur. Bunların fərqi delta L bərabərdir 0,8 metr. O da bərabərdir 2 lambda. 0,8'i böldüm 0,4'e. 2 lambda isə maksimum şərtidir. Ona görə M-də minimum, N-də isə maksimum olur. M-də niyə minimumdur? Çünki M-də yollar fərqi bizə verdi 1,5 lambda. N-də isə verdi 2 lambda. 1,5 lambda minimum, 2 lambda isə maksimum şərtidir. 21. Bu 21 də 20 sınaq test toplusunda da olan suallardan biridir. Yəni maraqlı suallardandır. Sualın şərtində bizə deyir ki, fotoeffekt zamanı metaldan qopan fotoelektronların kinetik enerjisinin maksimal dalğa uzunluğu, kinetik enerjisinin maksimal qiymətinin işığın dalğa uzunluğu asılı qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun fotonun enerjisi 15 elektron volt olarsa, bu işığın təsirlə metaldan qopan elektronların maksimal kinetik enerjisini hesablayın, fotoelektronların. Birincisi A nöqtəsinə baxıb və A nöqtəsinə görə yazıram E foton bərabərdir. HC bölək lambda böl 3. O da bərabərdir HC böl 3 HC böl lambda. Əgər bunu 15 götürsək, buradan alıram HC böl lambda bərabərdir 5'ə. Bu HC bölək lambda A çıxış deməkdir. Çünki buradakı lambda maxın əvəzinə qoyulub. A çıxış 5'dirsə, mən buradan Y kinetik tapıramsa, Y kinetik max bərabərdir. E foton çıxaq A çıxış. Yəni 15'dən 5'in çıxıram. Cavab olur 10. 10 elektron volt. 22. Dəyişən cərəyan dövrəsinə qoşulmuş elementlərin müqavimətləri 4 və 3 olarsa, ampermetrin göstəricini hesablayın. Deməli, birinci burada biz ilk olaraq U-nu tapmalıyıq. U bərabərdir. U max bölək kök 2'dir. Yəni 14. U max buradadır. Bölünsün 1/4. Cavab oldu 10. Sonra z-i tapanda z bərabər kök altda xl çıxaq xc-nin kvadratı. 4'dən 1'in çıxırıq və 3'ün çıxırıq. 1, 1'in də kvadratı 1. Və buradan i-ni tapanda i bərabərdir. U bölünsün z. 10 böl 1. Cavab olur 10 amper. 23. Şəkildə hidrogen atomunun enerji səviyyələri diaqramı təsvir edilmişdir. Atom şüalandırdığı ən kiçik tezlikli görünən işıq fotonunun enerjisi hansıdır? Görünən işıq şüalandırırsa ikinci səviyyə keçməlidir. Bu da ən kiçikdir. Ən kiçik olan da budur. Və bunun enerjisini tapanda buradan yazıram Y bərabərdir. Y2 çıxılsın Y3. Y2'nin yerinə daha doğrusu Y3 çıxaq Y2 yazın bunu. Y3'ün yerinə mənfi 1/5 üstə gəl 3,4. Toplayanda cavab olur 1,9. Görünən dediyinə görə bu xətti götürdük. Ən kiçiyi. Çünki tezliyi ən kiçik olan ən qısadır. 24. İnduksiyası B olan bir cis maqnit hissəsinə şəkildəki kimi daxil olan yüklü zərrəcik K nöqtəsindən çıxır. Yəni yuxarı gedir. L nöqtəsindən çıxması üçün. Birinci bura təsir edən Lorentz qüvvəsini tapanda x dəlinin üstün tuturuq şəkilə tərəf 4 barmaq sağa tutanda baş barmaq düşür yuxarı. Yəni bu müsbətdir. Biz burada B-nin istiqamətini dəyişsək, yəni B-nin nöqtə qoysaq, istiqamət aşağı olar, ona görə L-ə gedər. Ya da ki, yükün işarəsini dəyişə bilərik. Çünki müsbətin əvəzinə mənfi qoysaydıq, yenə sol əli işlədəndə aşağı düşəcəkdi. 25. Uyğunluğu müəyyən edin. Bir saniyə bunun da sol tərəfini ağardım. Bu da çox önəmli suallardandır. Qəbula düşə biləcək sualdır. Deməli, sualda uyğunluğu müəyyən edin. Bir cins elektrik sahəsinə daxil olan protonun A nöqtəsinə kinetik enerjisi 40 elektron voltdur. Potensial enerjisini tapsaq, deməli, burada W potensial A nöqtəsi üçün
Bu da 50 elektron voltdur A nöqtəsində. Kinetik isə 40 elektron voltdur. A-dan B-yə gəlir, B nöqtəsində onları tapmalıyıq. A-dan B-yə gələndə görülən işi tapanda A bərabərdir, E vurulsun. Deməli, 50 çıxılsın 30, cavab olur 20 elektron volt. 20 elektron volt iş görünürsə, kinetik enerji 20 elektron volt artır, üstə gəl 20, bu olur 60 elektron volt. Potensial enerji 20 elektron volt azalır, bu isə olur 30 elektron volt. Kinetik enerji 60'dır, çünki iş müsbətsə kinetik artır. Potensial enerji 30'dur. İş müsbətdirsə azalır. Tam enerji isə dəyişmir. 90'dır. Hər iki halda da baxsaq, tam enerji eynidir. 1-ə B, 2-yə Y, 3-ə A variantı. Beləcə 2018-ci ilə aid olan 4-cü qrup modellərin izahını yekunlaşdırdım. Xatırladım ki, 20 sınaq test toplusunun izahını davam edirəm. 4-cü qrupdan 19'un paylaşmışam, biri qalıb. 1-ci qrupdansa ilk 13'ü paylaşılıb, qalanlar da paylaşılacaq. Videolardan vaxtında xəbər tutmaq üçün kanala abunə olmağı və videoları bəyənib bildirimləri açmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, növbəti videolarda görüşənə qədər.